Və siz Vəhabilər, siz işi təkfirçi sələflər, nə üçün Peyğəmbərimizdən ən səhih hədislər ki gəlibdi Muaviyyənin haqqında, niyə onlardan danışmırsınız? Niyə Səhih Buxaridə gələn hədisdən danışmırsınız? Kitab gözünüzün qabağındadır. Səhih Buxaridə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ey Əmmar, heyf olsun, səni təqtuluhul bağiyə, səni üsyankar bir qrup öldürəcək. Sən onları, cənnətə, onlar səni odun içinə, cəhənnəmə dəvət edirlər. Hamınız bilirsiniz, bu tarixin müsəlləmatındandır, bədihiyyatındandır ki, Əmmar ibn Yasiri Muaviyyənin qrupu, ordusu Siffeyn döyüşündə öldürdülər, şəhid etdilər. Peyğəmbərimiz açıq aşkar burada deyildir. Burada hər şey bəllidir ki, Muaviyyə cəhənnəm əhlidir. Təkcə Muaviyyə yox, onun ordusunun hamısı cəhənnəm əhlidir. Çünki Peyğəmbərimiz buyurubdu, təqtuluhul fiətul bağiyyə. Üsyankar qrup səni öldürəcək. Peyğəmbər bunu deyirdi. Peyğəmbərimiz bunu buyurubdu. Ən səhih hədislərdəndir ki, Səhih Buxarı da nəql edib bunu.